Budur, İnci xanımın saçlarına nanokeratin prosesi icra etdi. Onun saçları blonddur. Zəhmət olmasa başınızı yana edin. Saçları blonddur, həssasdır. Hətta çəkinirdi ki, yəni saçlarım yanar. Zaten ki açılma işləmindən zədələnib, yanmasın. Əsas qorxduğu faktor bu idi. Necə keçdi proses? Yəni narazı qaldınız, razı qaldınız? Öz fikirlərinizi bildirin. Çox möhtəşəm. Benim arkadaşım olmana baxmayaraq, mən yəni sənin işinə söz ola bilməz. Təşəkkür, möhtəşəm. Hər zaman gözəllikdir. Həm biraz qorxurdum, amma sənə də söz ola bilməz də. Yəni, Sənin yanında qorxmaq olmaz. Çox xanımlar var ki, asiteniyadan çıxıblar, amma qorxurlar. Mən bir şey izah edirəm ki, yəni düzgün şəkildə, düzgün dərmanla istifadə olunduğu zaman, yəni bu nanokeratin saçı yandırmır. Ola bilər rəng işləmində boyanı biraz axıtsın, amma ki qalan saça zərər, saç yumşaqdır, köhnə vəziyyətində olduğu kimi və Özgüvən özünə gəlir. bəli, hər zaman gözəllikdə. Hər gün fenlə qurudub yandırmaqdansa bir dəfə belə eləyib hər gün belə gözəllik olmaqdan. Həmişə gözəllikdə incim. Təşəkkürlər.